Bugün dünyaya baxışda. Ban Ki-moon Suriyada vəziyyətin fəlakətli olduğunu deyib. Cənubi Koreya peyki fəzaya çatdı. ABŞ əskərinin qolları bərpa edilib. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. BMT-nin baş katibi Ban Ki-moon Suriyada döyüşən tərəfləri döyüşü dayandırmağa çağırıb. O, ölkədə vəziyyətin fəlakətli olduğunu deyib. Cənab Ban bugün Küveytdə BMT-nin Humanitar Yardım Agentliyinin Suriya qaçqınlarına 1,5 milyard dollar yardım toplamaq məqsədi ilə keçirilən konferansda çıxış edib. Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin hər biri Suriyaya kömək üçün 300 milyon dollar ianə edib. Konferans BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahiminin Suriyanın parçalana biləcəyi barədə xəbərdarlıq etməsi və BMT Təhlükəsizlik Şurasını təcili fəaliyyət göstərməyə çağırmasından bir gün sonra keçirilir. Təhlükəsizlik Şurası Suriyaya qarşı sanksiyaların tətbiq edilməsi üçün bir sıra tədbirləri nəzərdən keçirib. Lakin Rusiya və Çin öz veto hüquqlarından istifadə edərək Prezident Bəşər Əl-Əsəd hökumətinin qınanmasına dair 3 qətnamənin qarşısını alıb. Misir Prezidenti Məhəmməd Mursi ölkədə nümayişlərlə müşahidə olunan siyasi böhran davam etdiyi vaxt Almaniyaya səfərini yarımçıq qoyaraq vətənə qayıdır. Cənab Mursi Qahirəyə bugün axşam dönmək üçün Parisdə planlaşdırılan qısa müddətli dayanacağı təxirə salıb. Misir paytaxtında isə polisə daş atan nümayişçilər və onlara qarşı göz yaşardıcı qazdan istifadə edən polis qüvvələri arasında qarşıdurmada 2 insan həyatını itirib. Nümayişçilər keçmiş prezident Hüsnü Mübarəkin devrilməsinin 2-ci il dönümü qeyd olunduğu gündən etirazlara başlayıb. Nümayişlər başlayandan bəri 50-dən çox insan həyatını itirib. Müxalifət fiquru Məhəmməd Əl-Baradeyi böhranın qarşısını almaq üçün milli dialoqa çağırıb. Bazar günü cənab Mursi danışıqlarda iştirak etməyi təklif edib. Lakin aparıcı müxalifət qrupu olan Milli Qurtuluş Cəbhəsi və başqa qruplar hazırki şərtlər əsasında danışıqların aparılmasından imtina ediblər. Prezident Port Said İsmailiyyə və Süveyş şəhərində hökumət əleyhinə nümayişləri yatırmaq üçün bazar ertəsi axşam saatlarında qadağan saatının tətbiq edilməsi ilə fövqəladə vəziyyət elan edilib. Cənubi Koreya ilk peykini fəzaya göndərdiyini bildirib. Peyk ölkənin cənub bölgəsindəki Naro fəza mərkəzindən fəzaya qalxıb. Rəsmi Seul bunu kosmik proqramların inkişaf etdirilməsində mühüm addım kimi qiymətləndirir. Elmi məsələlər üzrə nazir Li Ju-hu müxbirlərə raketin peyki uğurlu orbitə çatdırdığını və bu missiyanın hər bir kəsin uğuru olduğunu bildirib. Cənubi Koreya kosmik missiyasını 3-cü cəhddən sonra yerinə yetirə bilib. 2009-cu ildə raket orbitə çatsa da, Pekin ondan ayrılması baş tutmadı. Bundan bir il sonra başqa bir raket yerdən qalxdıqdan cəmi 2 dəqiqə sonra partlamışdı. Cənubi Koreya ilk Pekini fəzaya Şimali Koreyanın bir ay əvvəl orbitə özünün bildirdiyi kimi hava şəraitini öyrənmək üçün Pek göndərməsindən sonra göndərib. Beynəlxalq ictimaiyyət Şimali Koreyanın bu addımını kəskin tənqid edərək bunun BMT-nin sanksiyalarının pozulması olduğunu bildirib. Qərb qüdrətlərinin əksəriyyəti Şimali Koreyanın əslində balistik raketlərini sınaqdan çıxardığını düşünür. BMT-nin Təhlükəsizlik Şurası ötən həftə yekdilliklə Şimali Koreyaya qarşı sanksiyaları daha da kəskinləşdirən qətnamə qəbul edib. Pxenyan sanksiyaların müharibə aktı olduğunu bildirib və buna cavab olaraq 3-cü nüvə sınağını həyata keçirəcəyi ilə təhdid edib. İraq müharibəsində qollarını və ayaqlarını itirən ABŞ əskəri qol transplantasiya əməliyyatından sonra bugün Vaşinqton yaxınlığındakı xəstəxanadan çıxıb. 26 yaşlı Brendan Maroko müxbirlərə deyib ki, 2009-cu ildə yolkənarı bomba partlayışında qollarını itirdikdən sonra yeni qollarının bərpa olunmasını görmək heyran edicidir. O, İraq və Əfqanistan müharibələri müddətində bütün əl-ayaqlarını itirmiş ilk Amerika əskəridir. Maroko dekabr ayının 18-də yeni qollarını bədəninə birləşdirmək üçün 13 saat davam edən əməliyyatdan keçib. O, növbəti bir neçə il yeni bədən orqanlarının təkmilləşməsinə nəzarət etmək üçün reabilitasiyadan keçməlidir. Not having arms takes so much away from you out of even your personality. You talk with your hands, you do everything with your hands basically, and when you don't have that, you're kind of lost for a while.
Uzun sürən əməliyyatdan sonra həkimlər yan təsir göstərə biləcək dərmanlar verməmək üçün Marokkaya qol donorundan sümük iliyi modulu köçürüblər. Günün mühüm xəbərlər və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin veb səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanansesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizin də xudafizləşirəm. Salamat qalın.